kişilərdə ereksiya problemi varsa, mütləq ürəklərini yoxlasınlar. Nə əlaqəsi var deyirsinizsə, mütləq bizə sona qədər baxın. Saf televiziyasında tibb xəbərlərinin vaxtıdır, studiyada Günel İbadovadır. İndi isə digər xəbərlərimizlə tanış olaq. Yayda bu sinir sistemi problemlərinə daha çox rast gəlinir. Yerli mütəxəssis izah edir. Beyin xəstəlik xəbərlərinə necə reaksiya verir? Araşdırma. Danışa bilməyən pasiyentlərin səsi olacaq. Yeni texnologiya şüuru dindirir. Kişilər üçün təhlükəli araşdırma. Erektil disfunksiya ölüm xəbərçisidir. Qarpız və yemiş almağa tələsməyin. Mütəxəssis ən uyğun vaxtı açıqladı. D vitaminim azdır, amma günəşli havada çox gəzsəm heç dərmanını və yaxud da siropunu içməyə ehtiyac da qalmaz deyirsinizsə, bu xəbərə sona qədər baxın. Çünki nevroloq Sevinç Mustafayeva izah edəcək D vitaminini içmək necə lazımdır və ümumiyyətlə onu hansı hallarda mütləq şəkildə günəşdən ziyadə əlavə olaraq da qəbul eləmək vacibdir. Bundan əlavə nevroloq bizə yay mövsümündə hansı nevroloji xəstəliklər qabarır, onların qarşısını almaq üçün nə etməliyik kimi sualların da cavabını verir. Yayda bu sinir sistemi problemlərinə daha çox rast gəlinir. Yay aylarında yüksək temperatur və həyat tərzindəki dəyişikliklər bəzi sinir sistemi xəstəliklərinin yaranmasına və ya mövcud problemlərin kəskinləşməsinə səbəb olur. Bu barədə nevroloq Sevinç Mustafayeva məlumat verib. O təsiri var ki, yəni vitamin D çatmamazlığı olan insanlarda düzdür bizi günəşli respublikayıq, amma çox xəstələrdə indi vitamin D aşağıdır və bizim olan günün şüası o vitamin D-ni bərpa eləmir. Ona görə çox xəstələr deyir ki, doktor, yay ayıdır, bəlkə mən vitamin D qəbul eləməyim. O düzgün deyil və tərləmələr, istəsəz də, istəməsəz də bu olur və xəstə yox, heç bir sağlam bir insan da hava istəyir. Çox zaman belə soyuq dəymənin nəticəsində bir sıra nevroloji xəstəliklər əmələ gəlir. Lap boyun ağrıları, boyun radikulitləri, servikalgiya deyirik, boyun radikulitləri deyirik, bel ağrıları. Yəni bunlar adətən elə bu nevritlərin özü, soyuq dəyməklə əlaqədar olan sinir sisteminin zədələnməsidir. Sevinç Mustafayeva D vitamini çatışmazlığı ilə bağlı geniş yayılmış yanlış təsəvvürə də aydınlıq gətirib. Onun sözlərinə görə D vitamini çatışmazlığı olan insanların yalnız günəş altında gəzməklə bu problemi aradan qaldıra bilməz. Həkim vurğulayıb ki, D vitamini səviyyəsi laborator müayinələrlə qiymətləndirilməli, çatışmazlıq təsdiqləndiyi halda isə həkim təyinatı əsasında medikamentoz müalicədən istifadə olunmalıdır. Mütəxəssis yay aylarında kifayət qədər maye qəbul etməyi, günün ən isti saatlarında açıq havada uzun müddət qalmamağı və nevroloji əlamətlər müşahidə olunduqda vaxt itirmədən həkimə müraciət etməyi tövsiyə edib. Uzman terapevt Əfsanə Bayramova isə bizə qarpız və yemişi rahatlıqla yeyə bilərikmi sualına cavab verib. Artıq zamanı gəlib, yoxsa bir qədər gözləməliyik? Sualın cavabını həkimdən eşidək. Qarpız və yemiş almağa tələsməyin. Yay mövsümünün gəlişi ilə bazarlarda qarpız və yemişin bolluğu müşahidə olunur. Bəs bu məhsulları sağlamlıq baxımından nə vaxtdan etibarən istehlak etmək olar? Bu haqda yerli mütəxəssis daxili xəstəliklər uzmanı, terapevt uzman doktor Əfsanə Bayramova danışıb. Özüm də almışam, dayana bilmədim, aldım. Bir həftə olar yedik, salamatçılıqdır. Təbii ki, dərmanların istifadə olunduğunu bilirik. Amma yəni çox ürəyiniz istəyirsə istifadə eləyin, yoxsa gələn aydan başlayarıq. Qarpız da, yemiş də diabetli xəstələrdə kontrollu olmaq şərti ilə çox faydalı və lifli bir qidadır. Qəbiz olanlar deyir ki, yayda qəbiz olmuram. Niyə? Çünki qarpız yemiş var. Qarpız həm diuretikdir, ödəmə artdırır, sidik qovucudur, həm də bağırsaqların peristaltikasını artıran mükəmməl bir qidadır. Bir balaca səbr eləyək, bir həftə sonra başlayarıq. Mütəxəssis qeyd edib ki, qarpız və yemiş alarkən qabıqdakı çat, əzik və çürük izlərinin olmamasına diqqət yetirilməlidir. Kəsilmiş halda açıq havada satılan məhsulların alınması isə gigiyenik baxımdan risklidir. İstifadədən əvvəl meyvələrin axar su altında yaxşı yuyulması, doğrandıqdan sonra isə uzun müddət otaq temperaturunda saxlanılmaması tövsiyə olunur. Mütəxəssislər qarpız və yemişin təbii yetişmə dövründə istehlak edilməsini daha məqsəd
də uyğun hesab edir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi də yay mövsümündə bu məhsulların seçilməsi, yuyulması və saxlanılması zamanı gigiyena qaydalarına ciddi əməl olunmasını tövsiyə edir. Kişilərdə ereksiya, yəni tez boşalma varsa, bu ürək xəstəliklərinin də səbəbi ola bilər. Daha doğrusu, bir şəkildə alimlər bu iki halın bir-biri ilə bağlılığını aşkar ediblər. Yeni araşdırmanın cavablarına baxaq. Erektil disfunksiya təkcə cinsi sağlamlıq problemi deyil, həm də ürək-damar sistemi və maddələr mübadiləsi pozuntularının erkən əlaməti ola bilər. Bu barədə Frontiers in Clinical Diabetes and Healthcare jurnalında dərc olunan yeni elmi məqalədə bildirilir. Tədqiqatın müəllifləri onların iri həcmli araşdırmanın nəticələrini təhlil edərək müəyyən edib ki, erektil disfunksiya çox vaxt orqanizmdə damarların zədələnməsi və maddələr mübadiləsinin pozulması ilə əlaqəlidir. Meta-analizi nəticələrinə əsasən erektil disfunksiyası olan kişilərdə ürək-damar xəstəliklərinin inkişaf riski bu problemi yaşamayanlarla müqayisədə 1,4 dəfə yüksəkdir. Mütəxəssislər bunu kişi cinsi orqanındakı damarların diametrinin cəmi 1-2 mm olması ilə izah edir. Araşdırmada həmçinin qeyd olunur ki, erektil disfunksiya bəzi hallarda ikinci tip diabetin inkişafında da bir neçə il əvvəl müşahidə oluna bilər. Mütəxəssislər erektil disfunksiyanın davamlı xarakter aldığı hallarda yalnız uroloqa deyil, eyni zamanda kardioloqa müraciət etməyi, qan təzyiqi, qanda şəkər və xolesterinin səviyyəsinin yoxlanılmasını tövsiyə edirlər. Şuurumuzu dindirməyin yolunu tapdılar. Bəli, illərlə nitq qüsuru olan insanların artıq şuurunda gizli olan cümlələri xüsusi interfeys vasitəsilə eşidə biləcəyik. Texnologiya bu qədər inkişaf edib. Danışa bilməyən pasiyentlərin səsi olacaq. Böyük Britaniyanın Bath Universitetinin tədqiqatçıları ağır beyin zədəsi almış, danışa və ya hərəkət edə bilməyən pasiyentlərdə şuur əlamətlərini aşkar etməyə kömək edən yeni beyin kompüter interfeysi hazırlayıblar. Tədqiqatın nəticələrinə görə bu texnologiya pasiyentlərin gələcəkdə sadə bəli və xeyr cavabları verməsində də imkan yarada bilər. Alimlər bildirirlər ki, minimal şuur vəziyyətində olan insanların təxminən 40% yanlışlıqla tam şuursuz hesab edilə bilər. Yeni sistem taxıla bilən elektroensefalografiya qarnituru vasitəsilə pasiyentin beynində yaranan siqnalları qeydə alır. Pasiyentdən, məsələn, əlini qaldırdığını təsəvvür etməsi xahiş olunur və cihaz həmin fəaliyyətlə bağlı beyin siqnallarını analiz edir. Araşdırma Böyük Britaniya və İrlandiyadakı klinikalardan 42 pasiyent iştirak edib. Səsli təlimlərdən ibarət bir neçə seansdan sonra gizli şuurun aşkarlanma dəqiqliyi 39%-dən 69%-ə yüksəlib. Tədqiqatçılar hesab edir ki, çox seanslı yanaşma pasiyentlərin beyin siqnallarını daha sabit formalaşmasına kömək eləyir. Sistem laboratoriyadan kənarda da, xəstəxanalarda və uzun müddətli qulluq müəssisələrində istifadə üçün nəzərdə tutulub. İnfeksiya qorxusu bakteriyanın özündən daha dəhşətli təsir eləyir. Bu barədə alimlərin maraqlı bir araşdırması var. Bəli, koronavirusun qorxusu əgər yadınızdadırsa, virusun özündən çox daha böyük, ağır fəsadlar verdi. Maraqlı xəbərdir, baxaq. Beyin xəstəlik xəbərlərinə necə reaksiya verir? Yoluxucu xəstəliklərlə bağlı xəbərlər təkcə narahatlıq yaratmır, həm də insanların davranış və qərarlarına təsir göstərir. Alimlər bildirir ki, insan beynində davranış immun sistemi adlandırılan psixoloji mexanizm fəaliyyət göstərir. Bu mexanizm xəstəlik təhlükəsini hiss etdikdə insanı daha ehtiyatlı davranmağa, sosial qaydalara daha ciddi əməl etməyə sövq edir. Mütəxəssislərin fikrincə Ebola, hantavirus və digər infeksiyalarla bağlı xəbərlər belə insanlarda təhlükə hissini gücləndirir. Bu mexanizm qədim dövrlərdə insanları infeksiyalardan qorumağa kömək etsə də, müasir dövrdə bəzən yad insanlara qarşı inamsızlığın və stereotiplərin formalaşmasına da təsir göstərir. Bununla belə mütəxəssislər vurğulayır ki, insanların davranışına təkcə xəstəlik xəbərləri deyil, təhsil səviyyəsi, həyat təcrübəsi, ailə və sosial mühit kimi amillər də təsir edir. Buna görə də belə xəbərləri emosiyalarla deyil, etibarlı məlumatlara əsaslanaraq qiymətləndirmək tövsiyə olunur. Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib tibb xəbərlərini bizdən izləyin. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü də, doğmalarınızı da qoruyun. Sağ olun, salamat qalın.